buraxılış imtahanından 15-ci suala baxırıq. Variantlardan da bəlli olduğu kimi bu ayrıcı suallar, yəni disjunctive questions bölməsinə aiddir. Əvvəlcə baxırıq ki, bizim əsas cümləmiz təsdiqdə olan cümlədir və cümləmizdə were istifadə olunubdur, yəni to be. Buna uyğun olaraq da biz ayrıcı sual hissəsini inkarda verməliyik və inkarda verərkən də were-dən istifadə edəcəyik. Olacaq da weren't there, yəni C variantı. 16-cı sual mübtəda xəbər uzlaşması ilə bağlıdır. Əvvəlcə baxırıq ki, cümləmizin mübtədası olaraq iç var. İçdən sonra tək xəbər işlənir, bir tamamilə doğrudur. İkinci bənddə biz Naizenor bağlayıcısını görürük və deyirik ki, xəbərə ən yaxın isimlə uzlaşır. Xəbərimiz əgər worddirsə, ona ən yaxın olan isim Skopje olacaqdır. O da tək-tək olduğuna görə bizim xəbərimiz was olmalıydı. Ona görə ikinci bənd səhvdir. Üçüncü bənddə biz sözünü görürük və sözündən əvvələ baxanda biz ismi cəmdə görürük. Baxırıq, xəbərimizdə include cəmdə verilib, tamamilə doğrudur. Və dördüncü bənddə sözündən əvvələ baxdıqda files ismini görürük, cəmdədir, lakin xəbərimiz is təkdə verilib. Ona görə dördüncü bənddə yanlışdır. Cavabımız C variantı olacaqdır.